Mən araq içilən məclislərə gedirəm. Özüm də dindaram. Mən içmirəm ki, onlar içir. Günahı mən etmirəm, onlar edir. Bu normaldır. Xeyr, bu normal deyil. Çünki problem təkcə içmək deyil, orada olmağın özüdür. Özüm içmirəm demək məsuliyyəti götürmür. Çünki sən günah olan mühiti seçmisən. Dindar insan təkcə əlini deyil, ayağını da haraya qoyduğunu bilməlidir. Sən orada görünəndə insanlar haqlı olaraq deyir, bax, bu da namaz qılandı, amma bu məclisdədir və bu söz haqsız deyil. Din zahirdə də dindir. Dindarlıq təkcə evdə namaz qılmaq deyil, cəmiyyətdə harda durduğunla ölçülür. Ən təhlükəli halı isə budur, insanın özünə nağıl danışması. Onlar içir, özləri bilər. Xeyr, sən oradasansa, bu söz səni xilas etmir. Çünki Allah bizdən təkcə günah etməməyi yox, günaha yaxınlaşmamağı da istəyir. Bu mövzu kimisə qırmaq üçün deyil, oyatmaq üçündür. Bəziləriniz özünüzü aldatmayın. Din bəhanə ilə deyil, mövqe ilə yaşanır.